Vur. Sen yine burada. Ha sen. Sen demedin burada oturma. Sadece durmuşam da ben burada ne edirəm? Sen ama ne olur? Bezdirmişsən sen laf beni. Ne olur? Ne olur? Heç sen oturup söhbət edin. Neye oturup sohbet edemeyiz? Doğru. Salam. Salam. Ne oldu? Ne meseledir? Ne problemin var? Ben sadece qabları yığıram buradan. Yani boş dizi bir qabından zaten qabları yığıram. Gəlir deyir ki, tuşanımızı bilirsən, amma heç nə eləməmişəm. Yəni yolumla gedən adamam. Amerika qoyublarsa insanlar oturmağı üçün nəzərə tuturlar. Əlində yeri zibilləmiş şey, yerdə bir şey atmıyor ki, sənə mane olur. Bir söz demedim. Sadece dedim ki çayzak getirin sana da köməkli eləmək istədim ha. Ayağa dur. Sən çay gətirmək istəsənsə gətir çay ver. Və yəni bu sənə köməkliyi də o sayılır. Yo, Sən elə- gəlib tədbir eləməyə, təpiyi vurmaq əlindəkinə sən köməkliyi eləmirsən. Yani biz zarafatlaşıyoruz, narahat olma. Arkadaş tanıyırsan zarafatlaşırsan. Zarafat eləyirsən Həqiqəti Allah bilir, amma ki heç sən. Kiminsə əlindən Heç gələni sözüm yoxdur deməyə. olmaz axı. Obyektin gəlsən, bizim oturumuzda sen köməkli edin burada. Çayzak verin. Bu qardaş yəqin saplaşır. Ay qardaş, sən çay verəninə təpiyib çay verirsən. Ayağım dəydi məsələn. Ayağım dəymədi, səni gördüyüm üçün təpiyi vurmağım. Normal insanlar oturan yerdə Təhqir eləməyib səni. Yox. Vurmuyub Heç- səni? Yox, vurmayıb. Geçsin de Çox sağ ol qardaş. Heç nə qardaş, mən özüm rayondanam. Anam xəstədir. Burada belə Bakıda Allah şifa. uzaqda qalıram Kirədə. Burada biraz bürgülədim, yuxum gəldi. Ha gəldi dedinəm dükanımı batırırsan belə elə. Yəni belə söz söylüyor. Yox vurmayıb mən amma. Qalmağa yerin zadım var. Uzaqda qalmağa yerim var. Burada biraz mürgülədim. Başım gizəlləndi. Halım Ara yox. saparmaq lazımdır günlərə. Yox elə qab yığıram buralarda. Qab yığıram buralarda. Prosta halım yox idi biraz. Sən buralarda qalırsan yəni. Yox, biraz uzaqda qalıram. Burası burada qab atıqları daha çox olur. Ona görə dedim burada biraz yığım, günlük alverim olsun da. İki işdə işləyirəm. Dedim həm bununla boş vaxtım da boş getməsin də. Başa. Ən azından çalış insanların kütlü olan yerində ol ki, belə insanlar gəlib sənə mane olmasın. Biz de mane olmaz buradayıq. Nə olsa gördün soruşdum özündən də ki, nəsə ziyan vurmayıb, nəsə eləyibsə aparaq tədbiri görsünlər. Yox, əgər eləmirsə Vurmayıb mən. Sadəcə belə deyir ki, mənim dükanımın yanında dayanma. Çox gəlməz. Burdasan da sən, hə? Hə, buradayım, biraz istədim uzaq. İstirahət elə bir 5 dəqiqə getmir sonra gəl, yaxşı. Yaxşı. Çox sağ ol, var olasın. İşte mənə dedilər gözlə gəlirik, maraqlıdır mən də. Dayanaq 5-10 dəqiqə görək. 5-10 dəqiqə dayanaq görək axırı nə olur. Qardaş, Nə yox? bizdən gələn elə də böyük bir şey yoxdur. Niyə yorulursun? Ya baxdım, biraz yorğunsan. İndi başa düşürəm ki, işdə işləyirsən, amma elə bir yerdə ol ki, ən azından ictimaiyyət qarşısı olsun. Biz hər yerdə varıq, amma o demək deyil ki, biz hər dəfə insanları qoruya bilirik. Çox sağ olun, var olasın. Oldu qardaş. Nəsə lazım olsa, yenə də biz burada, bizi burada görürük. Yaxşı insanlar azdır, amma hər şey deyil. Bir də sizdən bir söz soruşa bilərəmmi? Buyurun. Allah'a inanırsınız? İndi təbii ki, Allah hamımız inanırıq. Mən də inanıram. Allah hamımıza kömək olsun, amma hər bir insan fərqlidir. Təəssüf ki, hamının içində bir insan sevgisi olur. Hər bir halda çalışırsa qoruyasan. Arasa lazımsa yola çıxarmaq lazımsa yola çıxardan, yola salaq. Bəlkə azmısan, bəlkə qalmışsan. Yox, sadəcə işləyirəm burada. Sağ ol, yeməyə görə çox sağ olun. İş olsun. Sağ ol, sağ ol, sağ ol.